Allah'ın salamı olsun hər birinizə. Xoş gördük sizləri əziz YouTube ailəm. Nə vaxtı video ata bilmirdim bura. Çünki telefonumun yaddaşı dolub. Mümkün olmur atmaq. Yəni bəzi şeylər silmək lazımdır. Mən də silə bilmirəm çox şey. Yəni xatirə olan şəkillər, videolar falan var. Bir çox proqramı silmişəm indi. İnşallah ki yeni telefon alanda daha rahat olar mənim üçün çəkmək. Bu Trendyol indirim vaxtı etdiyim alışverişdir. Əsasən gigiyenik şeylər almışdım. Yəni gigiyeni lazım olan bəzi məhsulları aldım. Bu məsəl üçün duş gelidir. Durunun duş gelidir. Lavantalıdır. Üstündə hədiyyə qoymuşdular. Lif, kiçik bir lif idi. Düşüncələrinə görə çox sağ olsunlar. Sonra burada məsəl üçün diş pastası sifariş vermişdim Sensodyne'nin. Bunları işlətmişəm, yəni video çoxdan çəkmişəm. Bunu elə də bəyənmədim. Yəni elə orijinal hissi vermədi mənə. Amma duş gelini bəyəndim. Bu isə qəşəng də büküblər. Yəni kutuları falan yaxşı mühafizə ediblər ki, axmasın, maye məhsuldur deyə. Duş gelini də daha gözəl bükmüşdülər. Bu da Head and Shoulders işlətdiyimiz şampuandır. Head and Shoulders şampuanını işlədirəm burada da. Miroş imkan vermir, yenə səsimi atam. Head and Shoulders şampunu da çox qəşəng çıxdı. Alacağım ondan da. Diş pastasını heç bəyənmədim, onu almayacağım bir daha. Bu da Madame Coco'dan yastıq üçün qılıfdır. Türklərin sözü ilə deyirəm, yastıq üzünü qorumaq üçündür. Yəni yastığı qorumaq üçün daha doğrusu. Tərdən, nə bilim, kirdən qoruyur yastıqları. Tük yastığı, nə bilim, silikon, sintifon yastıqları qorumaq üçün üzlükdür. O da hələ istifadə eləməmişəm. İstifadə eləyəcəm. Adi bir üzlükdür. Yəni Madame Coco'dan olmasının belə önəmi yoxdur. Bu da bir uşaq qızlarım üçün aldığım, davamlı aldığım yataq dəstidir. Yataq pasteldir. Çox qəşəng çıxır bunlar. Üstündə də qolbaq hədiyyə eləyirlər hər dəfə. Not qoyurlar, gözəl not. Qızlar, çox gözəl mağazadır. Burada çox gözəl pastellər falan olur. Üçüncü alışımdır bu mağazadan mənim. Kuponlarla, indirimlərlə birlikdə bütün bu aldıqlarıma 55 manat ödədim. Sizcə necədir? Bəyəndinizsə abunə olmağı, bəyənməyi unutmayın videomuzu dostlar.